Bugün isə Pro Servisdə yığdığımız maşınları sizlərə də göstərəcək ki, nə işlər görəcəyik. Getdik. Növbəti maşınımız isə Lead 2 maşın full PPF-ə gəlib yanımıza. Təbii olaraq ki, kapsula PPF-dən istifadə edirik biz ancaq. Çünki kapsula PPF-in garantisi var. Həmçinin bu maşını isə Gold garantidən də istifadə edirik. BMW C32 maşını Polnu M5-ə yığırıq və bu proseslər baş verir. İndi axırda da maşını sizə göstərəcəm. Gəl. Və Azərbaycanlıların sevimli 2 dənə maşın var. Yəni 3 dənə. Kantlı Sonata, 4 göz, Prado. Və bu Prado'da full restavrasiya olunacaq ki, rəng işləri bitib və bunu da finalda sizə göstərəcəm. Ayta kameridir, 555 manatlıq kampaniyamızdan yararlanıb. Ximçiska, parovka, keramika, detallı yulma. İndi mən bir dənə özüm cütbeş atım. Yenə də gəlmədi. Növbəti maşınımız isə Range Rover'dir. 555 manatlıq kampaniyamızdan yararlanır və burada gördüyünüz maşınımız isə antixrom işi görüləcək. Yəni, bütün detallar qapqara olacaq, finalda göstərəcəm. Və sonra isə burada bir dənə də C30'umuz var, çox maraqlı bir rəngi var. Onu heç vaxt bu rəngdə yığmamışam. Onu da axırda sizə göstərəcəm ki, nə işlər görəcəyik. BMW F10'dur. Maşın zubor rənglənib, amma işlər hələ tam bitməyib. Hələ aksiyonları zadı falan taxacaq üstünə və müştəriyə təhvil verəndə yenə sizə göstərəcək. Maşının rəngi çox ideal alınır. Günəş işığının altında sizə göstərəcəm. Ləpilləri bir-bir, dən-dən üstünə qoymuşuq da, yəni belə. Və Porsche Cayenne'imiz var burada. Bu da 555 manatlıq kampaniyamızdan yararlanır və burada da gördüyünüz kimi bir ədəd F30'umuz var ki, bu da yüngül restavrasiya işləri, disklərin restavrasiyası, arxa və qabaq buferin rənglənməsi, supportların rənglənməsi və ximçiska, payrovka, keramika işləri. 5.7 Lexus'umuzda isə yenə də 555 manatlıq kampaniyamızdan istifadə edirik və burada mənim aşıq olduğum maşın son vaxtlar Porsche Panamera. Bunda da supportları yanmayan boya ilə rənglənəcək və hələlik maşınlarımız burada bu qədər. İkinci filialda hələ bu qədər də maşın var, onları da sizə göstərəcəm. Hələ aşağıda padvalda da maşın var, arxa tərəfdə də maşın var, onları da növbəti videoda hamısını sizlərə göstərəcəm. Qardaş, bu hardansa külək gəlir, qapı açıqdır. Tofaş var, Tofaş. Bu kimdir?